Salam dəyərli YouTube kanalı izləyicilərim, hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka atölyəsində çox maraqlı bir mövzu ilə yenə evlərinizin qonağı olacağam. Dəyərli müəllimlər, bizim bugünkü dərsimiz xüsusi olaraq vurğulayım ki, gündəlik həyatda ən çox istifadə etdiyimiz geyimlərdən biri olan şalvar modelləri və onların düzgün seçimi haqqında olacaq. Əgər siz də hansı şalvar mənə yaraşır deyə düşünürsünüzsə, elə bu videonu sona qədər izləyin. Xüsusi olaraq qeyd edeyim ki, hər bir şalvarın hazırlanması müəyyən ardıcıllıqlara əsaslanır ki, bu mərhələlər hansılardır? Gəlin birlikdə baxaq. İlk olaraq qeyd edeyim ki, şalvarın hazırlanması üçün ilk öncə eskiz çəkilir, modeli seçilir, uyğun parça seçilir, ölçülər götürülür. Modelin konstruksiyası qurulur, parçaya tətbiq olunur. Daha sonra isə kəsim, tikiş, sınaq mərhələləri həyata keçirilir. Əlavə olaraq aksesuarlardan istifadə olunur. Bura aiddir düymələr, bura aiddir zəncirbəndlər və knopkalar və sair kimi furniturlar. Ən sonda isə ütüləmə və yoxlama prosesi həyata keçirilir ki, artıq bu etapda şalvarlar demək olar ki, geyim üçün tamamilə hazır olurlar. Və gəldik çatdıq mövzunun ən maraqlı yerinə. Təbii ki, bura daxildir bədən tipinə uyğun olan şalvar modelləri. Bəs gəlin görək bizim bədən tipimizə hansı şalvar modelləri uyğundur. Elə onu bu dərsdə öyrənmiş olacağıq. Xüsusi olaraq qeyd edeyim ki, hər xanım bədəni tanımalı və ona uyğun modellər seçməyə bacarmalıdır. Təbii ki, bu hər bir insanın öz zövqündən xəbər verir. Ümumiyyətlə, şalvar modelləri en saydadır, yəni müxtəlif növləri istehsal olunmuşdur ki, bugünkü günümüzdə də daimi inkişafdadır. Bu gün mən məlumat vermək istəyirəm tökülən cinslərdən ilk olaraq. Tökülən cinslər demək olar ki, bu geyim daha çox bol və rahat geyimdir. Lakin arıq xanımlar bu modellərdən uzaq durmalıdır. Çünki görünüşü daha da zərif göstərir. Ən yaxşı uyğunlaşma isə diktaban ayaqqabılardır. Yəni diktaban ayaqqabı ilə daha ecazkar bir görünüş yaranır bu şalvarların istifadəsində. Daha bir növümüz isə qara cins şalvarlardır. Zövqlü və çox yönlü bir modeldir. Həm gündəlik, həm də gecə geyimlərində ideal bir seçimdir. İstənilən bir kofta ilə yəni şıqlaşdırıb geyindirmək, yəni geyinmək mümkündür və bədəni olduqca incə göstərir. Yəni bu onun əsas xüsusiyyətlərindən demək olar ki, biridir. Digər bir modelimiz isə enli balaq cinslərdir. Bunlar haqqında da yəni çox gözəl fikirlər söyləmək olar ki, bu şalvarlar əsasən ayaqları uzun və bədəni formalaşdırılmış göstərir. Ən gözəl cəhəti isə həm arıq, həm də kök xanımların rahatlıqla istifadə edə biləcəyi bir modeldir və ona görə də istənilən şəxsə tövsiyə etmək mümkündür. Daha sonra danışmaq istəyirəm hündürbel cinslərdən. Bu modellər də belin incəliyini vurğulayan və ayaqları uzun göstərən bir modeldir. Lakin kök xanımlar boş kəsimli modellərə üstünlük vermələri daha məqsədə uyğundur. Ona görə bu geyimlər yəni biraz onlar üçün əhəmiyyət daşımır. Digər bir növümüz isə biraz gülməli səslənsə də cırıq cinslərdir və demək olar ki, son dövrümüzün ən çox dəbdə olan ya heç vaxt dəbdən düşməyən bir modelimizdir və əsasən də bədənə uyğun bir modeldir. Əsasən də ayaqlar üçün kiçik, qadın ayaqları üçün kiçik cırıqları olan cinslər daha önəmliyyət daşıyır, nəinki böyük cırıqlı cinslər. Çünki əsasən belə deyim də, boyu balaca olan, ayaqları gödək olan xanımlar bu seçimi seçəndə düzgün seçməlidir. Bəzi qadınlarımız var ki, boy balaca, ayaq da həddən artıq aşırı kökdür və onlar biraz daha çox yəni bundan istifadə edəndə onlarda aşırı belə yəni xoşagəlməz qüsurlar üzə çıxarmış olur. Ona görə yaxşı olar ki, incə ayaqları üçün əsasən böyük cırıq cinslərdən, qalın biraz daha köklülərdə isə heç bu modeldən istifadə etməsələr daha məqsədə uyğundur. Və daha sonra gəlir dar cinslər. Dar cinslərdə əsasən praktik və rahat bir geyimdir.
həm istənilən ayaqqabı ilə də uyğunlaşdırmaq mümkündür. Lakin kök xanımlar bu modelləri uzun köynəklərlə kombin etsələr daha məqsədə uyğundur. Çünki istər-istəməz bədən modelindən asılı olaraq heç xoşuna gələn görünüş yaranmayacaq istifadəsi zamanı. Ona görə bu nüansa xüsusi diqqət yetirilməlidir. Və sizə məlumat vermək istəyirəm daha bir modelimiz yamaqlı və bəzəkli cinslər haqqında. Əslində fərqlilik axtaran xanımların ideal seçimidir demək olar ki, ancaq diqqət verilməlidir ki, qısa ayaqlı xanımlar bu modellərə heç uyğun deyillər. Çünki bu bəzəkli tesnalardan və yaxud da ki, aplikasiyalardan istifadə olunmuş geyimlər boyu daha da qısa göstərir. Ona görə yəni uzunboy xanımlar bu geyimlərdən istifadə etmələri daha uyğundur, məqsədə uyğundur. Unutmayın ki, sadəcə geyimi seçərkən zövq deyil, hətta həm də özü ifadə formasını üzə çıxarmış olursan. Ümumiyyətlə atalarımızdan qalma bir məsələdir ki, insanı geyiminə görə qarşılayıb, yəni tərbiyəsinə görə yola salırlar. Ona görə də geyim bir növ bizim xarici aləmimizdən xəbər verən bir görüntüdür. Ona görə seçimimizi həmişə düzgün seçməyimiz bizim kimliyimizin, kişiliyimizin tanınmasında əsas mühüm rol oynayır. Ona görə də geyimlərimizi seçərkən də son dərəcədə diqqətli olmalı və modelləri bədənimizə yaraşan bir model olmasından əmin olmalıyıq. Ümid edirəm ki, bu video hər kəs üçün çox maraqlı olacaq. Çünki ümumiyyətlə qadınların ən çox sevərək istifadə etdiyi bir bel geyimidir şalvarlar. Və sonda isə sona qədər məni dinlədiyiniz, dərsimə dəyər verdiyiniz üçün təşəkkür edirəm. Məni seçdiyiniz üçün hər birinizə minnətdaram və mənə dəyər verən şəxslərdən xahiş edirəm ki, əgər YouTube kanalım sizin üçün əhəmiyyətlidirsə və sizin köməyinizə çatırsa, əməyə sayğı olaraq videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Hər birinizə təşəkkürümü bildirirəm.